Salam Ramin. Salamlar hər kəsə, xoş gördük. Xoş gördük Mayıl. Xoş Tə gəldik. Təşəkkür edirəm əvvəlcə təklifimi qəbul etdiyinə Mən görə. təşəkkür edirəm dəvət üçün. Çox xoşdur. Səs falan qaydasındadır? Bəli, bəli. Bir dənə iştirakçılardan da soruşaq, izləyicilərdən. Yoldaşlar, Hə. zəhmət olmasa çatda qeyd eləyin. Səs, görüntü, hər şey aydındırmı? Yəqin ki, yavaş-yavaş artıq. Mhm. Əla. Deməli, Mayıl, qısaca sənə təqdim eləyim detalları özün deyərsən zəhmət olmasa. Biz Mayılla eyni məktəbdə oxumuşuq. O vaxtdan Mayıl belə deyək də nəticələrindən həmişə açığı mən deyim, məndən qabaqdaydı həmişə və mən həmişə bundan fəxr edirdim. Mayıl hal-hazırda Almaniyada UBS-də deməli likvidlik üzrə maliyyə analitiki olaraq çalışır və detalları özü zəhmət olmasa bölüşsün. Buyur Mayıl. Təşəkkürlər Ramin. Çox sağ ol əvvəlcə dəvətə görə. Çox xoşdur və sən rubrikanda elə desək çıxış eləmək. Özüm haqqında qısa məlumat. Mayıl Məmmədli, 27 yaş, hal-hazırda qeyd etdiyim kimi Almanya Frankfurt şəhərində UBS bankında, İsveçrənin UBS bankında yenə likvidlik üzrə maliyyə analitik olaraq çalışıram. Artıq 2 ilə yaxındır ki, bu vəzifədəyəm. Demək, bir qədər öz backgroundum haqqında qısa məlumat verim ki, izləyicilər üçün maraqlı ola bilər. Raminə qeyd etdiyi kimi eyni məktəbdə oxumuşuq Goranboyda və daha sonra İqtisad Universitetinin maliyyə ixtisasına qəbul olmuşam. Sabah qruplarında davam etdirmişəm ixtisasımı maliyyə üzrə və 2018-ci il orada məzun olduqdan sonra Macarıstan Universiteti Hungarikum təqaüdünü qazanaraq magistr təhsilimi Budapeştdə, Corvinus University Budapeştdə almışam. Beynəlxalq iqtisadi və biznes üzrə və məhz karyeram da oradan başlamışam belədirsə. Əslində Bakı təcrübəmdə də var iş təcrübəsi. Sadəcə bu intern gedir. Yəni full time iş təcrübəmi ilk dəfə 2020-ci ildə Budapeştdə Vodafone şirkətində başlamışam. Yenə maliyyə analitik olaraq. Daha sonra Budapeştdə Morgan Stanley Amerikan Yatırım Bankına keçid etmişəm və 2023-cü ildə artıq Macarıstandan Almaniyaya köçmüşəm və 2 ilə yaxındır ki, artıq Almaniyada davam etdirəcəm karyeramı. Əla. Təşəkkür edirəm Mayıl qısa məlumat üçün. Xoş. Belə bir sual. Macarıstandan Bəli. sonra Almaniyaya niyə və necə getdin? Bu barədə qısa zəhmət olmasa. Tamam. Demək, niyə getdim? Əvvəlcə ona gələk. Demək, Macarıstan bildiyimiz kimi Şərqi Avropadır. Almanya artıq Qərbi Avropa gedir. Məsələn, iqtisadi inkişaf olaraq Almaniyanın inkişafı ilə Macarıstan inkişafı eyni səviyyədə deyil. Maaşlar olsun, ümumi iqtisadi rifah olsun, welfare olsun daha yüksək idi və əvvəlcə mənim hədəfim belə desək Qərbi Avropa olmuşdu. Sadəcə olaraq belə desək Şərqi Avropa bir qədər tramplin olaraq baxırdı. Həm təhsil olsun, həm də belə karyera olsun. Araya Covid falan düşdü. Ona görə bir qədər ləngidi bu planlarımı gerçəkləşdirmək. Amma artıq 2022-ci ildə bu Rusiya-Ukrayna müharibəsi başlayandan sonra da gördüm ki, o qədər də artıq cəlbedici deyildi artıq Macarıstanda yaşamaq və bundan sonra dəyişiklik zamanı gəldiyini başa düşdüm və daha sonra köçdüm, iş təklifi aldım Almaniyadan və Almaniyaya köçdüm və bir də bir önəmli məqamda onu qeyd etmək istərdim ki, məsələn artıq Macarıstanda gördüyüm işlərdə fikir verirdim ki, daha çox production tərəfindəyəm və artıq mən bir qədər qərar verici analiz tərəfində də olmaq istəyirdim və baxırdım ki, biz analiz tərəfində olan işlər daha çox Londonda, Frankfurtda, New Yorkdadır və maliyyə mərkəzi olduğuna görə Frankfurtu seçdim və hal-hazırda buradayam və necə gəldim hissəsinə gəlsə sualın, LinkedIn üzərindən applylar edirdim. Yəni sırf Almaniyaya fokuslamamışdım düzünü desəm, həm Lüksemburq, həm Niderland, Almaniya 3 üzərində apply edirdim və ən belə mənə uyğun təklif buradan gəldiyinə görə elə sonda Frankfurt seçdim. Bax, təsəvvür edək ki, Ramin hal-hazırda Avropada, Azərbaycandadır və yaxud da Avropada şərqi bir Avropa ölkəsindədir. Araşdırma eləyərkən Avropaya işlə bağlı müraciət etmək istəyərkən nələri nəzərə almalıdır? Hansı nüanslar onun üçün
prioritet. %100 prioritet olmalıdır, belə deyək, bəli. Eynən, eynən. Əvvəlcə məncə önəmli məqamlardan biri ölkədir, ölkənin seçimi. Yəni getdiyiniz ölkədə hansı dildə, işi hansı dildə görəcəksiniz? Məsələn, Almaniyada düzün desəm, 10 vakansiyadan 9 almanca istəyirdi. Mən şansımı ancaq alman dil olmayan, ingilis dilli olan vakansiyalarda yoxlayırdım və şansımı orada gətirdim. Amma məsələn, sizdə sırf dil biliyi ancaq ingilis dilinə kifayətlənir və başqa dillər varsa daha geniş spektri götürə bilərsiniz. Amma ancaq belə də ingilis dildirsə, sırf ingilis dilli ölkələrə müraciət edə bilərsiniz. Məsələn, Lüksemburq olsun, Niderland olsun, ona görə orada şansınız daha yüksəkdir. Yəni yerli dili bilmək, dil önəmli faktordur və hansı ölkəyə getmək istəyirsə ona fokuslanmaq lazımdır. Və bir də gördüyünüz iş, məsələn, deyək ki, finance çox geniş bir məfhumdur, eynən. Və məsələn, siz mən LinkedIn-də ancaq finance sözcüyü ilə, financial analyst olaraq işlər axtarırsanız, sonsuz işlər çıxacaq və siz müraciət edə bilərsiniz, amma bu zaman kaybı belə desək, ikincisidir və ona görə sırf filtrlərinizi artıraraq, məsələn, indiki Bakıda gördüyünüz, Bakı olsun, Budapeşt olsun, Varşava olsun, harada işləyirsinizsə, orada gördüyünüz işə uyğun işlər axtarın. Məsələn, mən Budapeştdə də likvidlik üzrə analitik işləyirdim və sırf likvidlik üzrə olan işlərə baxırdım. Ən çox bizdə bu işlər ya Dublində idi, ya Londonda idi, bir qədər Frankfurtda da var idi və sırf filtr olaraq mən bunu seçmişdim və buna fokuslanmışdım. Yəni filtriniz nə qədər dar olsa belə desək, yəni niş olsa, siz daha çox şansınız daha yüksək olacaq. Və əslində məsələn məni niyə seçdilər? Məndə də daha yaxşı namizədlər var idi Almaniyanın özündə. Mən məsələn Budapeştdən Frankfurta gətirmək 5-6 ay vaxt çəkdi. Sırf mənim orada təcrübəm var idi. Məni sıfırdan treyn eləməyəcəkdilər. Ona görə onları sərf edirdi və mənim sənədləşməmə də dəstək oldular. Yəni filtr nə qədər uyğun seçsiniz bura qədər yaxşıdır. Bax, əsas məsələlərdən birinə gəldim, sənədləşmə məsələsi. Məsələn, mənim Azərbaycandan birbaşa Almaniyaya gələrkən şirkətə nə kimi yüküm olur ki, şirkət məni seçmir, başqa namizədi seçir. Sualı biraz uzun verdim. Yəni, Azərbaycandan gələn namizəd, getməli olan namizəd, sponsorship məsələlərində nə qədər geridən başlayır? Avropa təhsili onun üçün mütləqdirmi? Azərbaycandan sponsorshiplə xüsusi olaraq Almaniya nəzərdə tuturam. Ona gəlməsi mümkündürmü? İstənilən şəxs məsələn vakansiyalara müraciət edə bilər. Çünki vakansiyalar bildiyim kimi internet saytlarda, LinkedIn-də açıqdır. Məsələn, siz orada artıq müraciət edəndə orada bir hissə var ki, gələcəkdə viza dəstəyinə ehtiyac varmı? Siz artıq orada hə qoyanda avtomatik 1-0 geriyə düşürsünüz. Yəni mən fərqi yoxdur. Mən Budapeştdə yaşasam belə mən də oraya hə qoyurdum. Çünki Azərbaycan pasportu, Azərbaycan vətəndaşlığına müraciət edirdim. Yəni mənim Macarıstan yaşam iznini oraya müraciət edə bilməyəcəkdim. Ona görə mən də orada bir qədər desə mənfi 1-ə yerdən başladım. Amma siz bu mənfi 1-dən geridən başlamanızı digər keyfiyyətlərinizdən üstünlüyə çıxarda bilərsiniz. Sertifikatlarınız olsun, iş təcrübəniz olsun, dil biliyiniz olsun, təhsiliniz olsun. Təhsil məqamına gəldikdə Ramin, onu deyərdim ki, təhsil məqamı önəmlidir. Məsələn, sırf siz magistr təhsil olsun, bakalavr təhsil olsun, orada bu dərsləri almısınızsa, əlbəttə ki, bu avantajlı sizin üçün. Yəni, müsahibələrdə texniki biliklərdən də suallar gəlir. Orada yəni avantaj qazanmaq. Yəni, mənim Avropa ölkələrindən birində magistr və ya bakalavr bitirməyim sponsorship məsələlərində məni qabağa atmır, düz başa düşürəm. Yenə də şirkət sponsor durmalıdır yenə də. Yenə də sponsor durmalıdır, bəli. Amma Macaristanda bu belə deyildi. Yəni Macarıstanın öz universitetini bitirib də Macarıstan diplomu ilə iş tapmaq əlavə sponsorship tələb eləmir. Amma yoxsa o da yenə də məsələn Macarıstanda siz biz məsələn mən iş təhsilinə ilk təcrübəmə başladıqda tələbə vizasından başlamışdım. Həftədə maksimum 20 saat işləyə bilirdim. Amma mənim full time-a keçməyim üçün artıq şirkət yenə də sponsor qalmalı idi. Çünki mənim artıq tələbə vizam bitirdi iyul ayında. Məsələn növbət avqust ayından Vodafone-da məsələn 2020-ci ildə başlamağım üçün sıfırdan mənim üçün sponsor qaldı. Amma mənim hal-hazırda həmin ölkədə təhsil almağım, diplomumun olmağı, iş təcrübəmin olması müsbət təsir göstərir. Yəni tam sıfırdan yox, birdən başladı. Təşəkkürlər. Liquidity analyst, məsələn, deyək ki, indi bizi izləyənlərin çoxsu maliyyəçidir. Fərqli bir sahədən izləyən bir yoldaşlar olsa, sənin gördüyün işi necə başa düşməlidir? İşdə qısa desək, nə bilim 5-6 cümlə ilə. Nə iş görürsən gün ərzində? Yəni işin təsviri belə deyil. Likvidlik çox
maraqlı anlayışdır ümumiyyətlə. Belə desək, yəni maliyyə çox genişdir. Məsələn, biz likvidliyi bakalavr təhsilində bank və bankingdə bir dərsdə keçmişdik, Bazel konvensiyalarından falan danışırdıq. Amma hal-hazırda indiki işim ondan bağlıdır və maraqlı bir şey deyim ki, bizim yəni sırf mənim gördüyüm iş 2008-2009 maliyyə böhranından sonra yarandı. Yəni 2007-ci ildə mənim işim yox idi belə desək. Yəni olsa da çox ciddi yəni yanaşılmırdı. Əslində buradan da bir şey dərk etmək olar ki, böhranlar əslində bizə fürsətlər gətirir. Yeni fürsətlər, yəni Covid olsun, başqa böhranlar olsun, Silikon Valley bankının batmağı olsun. Bunlar hamısı əslində fürsətlərdir, yeni iş yerləri mənasına gəlir. Likvidlik gəldikdə, biz likvidlik riskə baxırıq. Likvidlik riskdə qısa dildə desək, yəni cari aktivlərlə cari öhdəlikləri necə ödəyə bilərik, ona nəzarət edirik. Məsələn, bunu bəzən Azərbaycana gələndə, məsələn, qohumlar falan soruşurlar ki, nə işləyirsən orada? Bunu sadə dillə belə izah edirəm. Məsələn, deyək ki, bir dənə marketiniz var. Siz marketdə məhsullar alırsınız, ərzaq məhsulları və onu satırsınız. Və sizin də kəşə, yəni nəqd pula ehtiyacınız var, təbii ki. Amma həmin nəqd pulu nə qədər saxlamanız önəmli faktordur. Siz həmin nəqd pulu çox az saxlasınız, birdən məsələn müştəri gəlir, nəqd pul istəyir, siz ona geri əskinaz qaytara bilməyəcəksiniz. Birdən məsələn yaxud da ki, firmadan məhsul götürmüsünüz, gəlib borcunu istəyir, məsələn onu geri qaytarmaq üçün müəyyən məbləğ pulunuz olmalıdır. Ona görə müəyyən məbləğ kəş saxlamaq lazımdır. Onu nə çox, nə də az saxlamaq, yəni onun belirli qızıl ortasını tapmaq lazımdır. Bizim gördüyümüz işte bizim hesabladığımız ratiolar Avropa Mərkəzi Bankına, BAFİ-nə, Bundesbanka göndərdiyimiz rəqəmlər də hamısı buna əsaslanır. Yəni basic olaraq onu deyə bilərəm ki, biz həmin o ideal cari aktiv nə qədər olmalıdır, onu nə qədər saxlanmalıdır, onu nəzarət edirik. Mən indi burada kiçik bir nümunədə bir market nümunəsində dedim. İndi təsəvvür edin ki, böyük bir investisiya bankıdır. Yəni milyardlarla bunun aktivi var. Onun necə idarə olunması, yəni daha mürəkkəbdir. Belə. Bəli. Təşəkkürlər. Maraqlısı odur ki, mənim hal-hazırda çalışdığım departamentdə elə bu böhranların tətiklədiyi bir vəzifələrdən biridir. Model risk menecment. Oxşar bir yaxındır sahələrimiz əslində. Bəli, bəli. Təşəkkürlər. Deməli, üçüncü sualımız, bu arada yoldaşlar, canlı yayına baxan yoldaşlar, suallarınız varsa ünvanlayın. Ola bilsin ki, sizin də Avropa ilə bağlı iş planlarınız var, tərəddüddə qalmısınız, sahə seçimində tərəddüddə qalmısınız. Mail bu sahədə artıq, belə deyək də, öz töhfələrini verə biləcək qədər peşəkardır. İstiqamət verə bilər. Azərbaycandan tələb olaraq istiqamət götürüb, düşünürəm ki, yarana biləcək suallarınıza cavab tapa bilərsiniz. İşə başlamaq üçün liquidity analyst və yaxud da sənin işinlə əlaqəli digər sahələrə hansı bilik və sertifikatlarım olmalıdır? Azərbaycandakı bilgim nə qədər kömək eləyər? Eynən. Belə deyim, məsələn, mənim indiki gördüyüm işin description-ına da baxsaq, orada hər hansı bir sertifikat xüsusi vurğulanmamışdı. Yəni, arzu olunan, təbii ki, bizim sahədə risk olduğuna görə FRM sertifikatı ən arzu olunandır. Məsələn, bizim sahədə olan peşəkarlara da baxdıqda bir çoxu FRM sertifikatını ya ən azı birinci səviyyəsini almış şəxslərdir. Məsələn, FRM sertifikatınızın olması böyük avantajdır, amma FRM dedikdə biz orada daha çox riskə baxırıq. Kredit riski də daxildir, burada likvidlik də daxildir, digər operating risklər hamısı bura daxildir, amma biz FRM-in kiçik bir hissəsidir, likvidlik riskdir. Yəni mən orada sertifikatlardan daha çox bilik və təcrübənin daha çox rol oynadığını qeyd edərdim. Məsələn, sizin əgər Azərbaycanda hal-hazırda gördüyünüz işdə yəni o sahəyə, risklərə baxırsınızsa, risk menecment sahəsindəsinizsə və o sizə daha çox köməyində çata bilər işlərdə, müraciətinizdə. Baxmayın, Azərbaycanda da düzdür, çox iş təcrübən olmasa da, yəqin ki, sualımızın %90-ı Almaniya ilə əlaqəli olacaq. Təcrübəsi olaraq işləmsən, bəlkə də bəzi hissələr yadından çıxıb, iş mühitində, korporativ mühitdə fərqli və oxşar nələr var? Və bu sənə nə kimi əlavə bacarıqlar qazandırdı? Yəni, müşahidələrin, məruz qaldığın davranışlar iş mühitində səni necə inkişaf elətdirdi və nə kimi fərqlər gördün? Və yaxud da izah eləsən də belə. Eynən. Çox maraqlı sualdır, Ramil. Təşəkkür edirəm. Demək, elə Mazarstan təcrübəmdən başlayayım. Mən Mazarstanda intern kimi başlamışdım. Həm oxuya belə işləyirdim Vodafone şirkətində. Yəni ilk gün başladığım gündən etibarən bizə artıq yəni intern, yəni bu sırf təcrübəli kimi gəlib eynən o məqamda yox, bizə artıq bir full-time işçi kimi baxırdılar. Yəni bizim avadanlıqların təmin olunmamız olsun, əkseslərimiz olsun, yəni bizə iş yükləmək olsun, tam olaraq yəni full-time işlərini bizə görürdülər və o məsuliyyəti bizə verirdilər. Artıq siz onu hiss eləyərsiniz ki, tam full-time işini nə zaman ki tam görə bilirsiniz, artıq daha sonra full-time-ə də keçə bilərsiniz. Yəni belə desək, intern side olaraq
kserokopiya kağıt saf eləyən işi görmürdü. Həqiqətən önəmli işlər gördük. Fərq olaraq bunu mən hiss eləmişdim və daha sonra səhvlər təbii ki olunur. Yəni karyeranın iş dönəmində səhvlər də olur, postlarda səhv olur. Mən yadımda ilk işlərin təcrübəmdə SAP proqramına işləyirdik və özüm müstəqil işlədiyim vaxt birdən nədəsə rəqəminin birində səhv oldu və post səhv getmişdi. Həmin an çox həyəcanlıydım çünki təzə başlamışam işə. İkinci ayım idi falan. Dedim indi batdı, yəni ki, yəqin ki xitam verəcəklər müqabilimə. İndi iş yoldaşım yaxınlaşanda dedim belə-belə vəziyyət budur. Dediniz niyə həyəcanlanmısan? Yəni rahat ol. Yəni intern səhv etmək üçündür. Həmin o söz mənim həqiqətən yadımda qaldı. Intern səhv etmək üçün. Yəni səhv edə də öyrənsə. Yəni həqiqətən ondan sonra da gördüm ki, yəni o culture var. Bir də həm Macaristanda, həm Almaniyada şirkətlərin corporate culture var. Bu çox önəmlidir. Mən indiyə kimi 3 fərqli şirkətdə işləmişəm. 3 ölkənin 3 fərqli şirkətində Vodafone UK, Morgan Stanley ABŞ və indi UBS İsveçrə və hər birinin özünün dəyəri var. Yəni bunlar hamısı yaşı 100 illiklərə çatan bir şirkət, banklardır və telekommunikasiya şirkətidir və onların dünya üzrə minlərlə işçisi var. Onların hamısının ortaq bir cəhəti eyni corporate culture ətrafında birləşməsidir və bir də önəmli məqamlardan biri iyerarxiyadır. Yəni sən işdə demək olar ki, məsələn, sən də eyni təcrübəni yaşamısan Polşada, menecerdən ailə işçisi arasında ən yüksək menecing direktor arasında çox da belə fərq yoxdur. Sən onlarla eyni nahar fasiləsinə gedirsən, yan-yana oturursan, eyni zarafat edirsən, axşam dünən olmuş futboldan danışırsan. Yəni onlar arasında demək olar çox da fərq yoxdur və sənin onlara aksesin çox rahatdır. Yəni istədiyin vaxt sual verə bilirsən, nəsə bir problemin varsa, işdə bir problem varsa, çox rahatlıqla ona sən sual verə bilirsən. Məsələn, onun xüsusi bizdə xüsusi otaqlar var təbii ki, çünki bizim işimiz elədir ki, regulatory reporting olduğuna görə məxfi kollar da olur bəzən. Onlar üçün ayrı otaqlarımız var. Amma demək olar ki, gündəlik işdə biz hamı yan-yana oturur, yəni eyni şəraitdə, eyni leveldə işləyirik demək olar ki, yəni vəzifədən asılı olub eləyək və bu bərabər səviyyədə olmağı, yəni equality olmağı sənin özünə də bir müsbət təsir göstərir. Yəni əsas fərqini fərqlərdən biri kimi bunu deyərdim. Təşəkkürlər. Biraz öz suallarımı dayandırıb çatda gələn suallardan oxumaq istəyirəm. Bir-bir hamısını oxumağa çalışacağam mümkün qədər. Samir Yavərli uğurlar ikinizə də. Təşəkkürlər Samir. Təşəkkürlər Samir. Deməli, Avropada marketinq sahəsi üzrə iş imkanları hansı səviyyədədir? Buyur, Almaniya barədə. Marketinq ümumiyyətlə elə bir sahədir ki, yəni yerli dili mütləq bilməlisiniz. Məsələn, Macaristanda bir dostum var idi. Macaristanda məsələn o yerli dili bilmədən nadir şəxslər təbii ki iş tapa bilmişdi. Yəni yerli dili bilməyiniz çox yaxşıdır, amma nə qədər biraz digitallaşma tərəfinə yönlənsəz, şanslarınızı o qədər artırmış olarsınız. Ölkə olaraq Niderland deyərdim. Bəlkə Niderlandda şanslarınız daha yüksək ola bilər, ya da UK-nin özündə. Yəni ingilis dilli ölkələrdə İrlandiya, bu kimi ölkələrə məncə baxa bilərsiniz. Əla, təşəkkürlər. Polşada da eyni cavabı verəcəm. Yəni yerli dili %99 tələb edirlər. Yəni sən demiş, bir nəfər görən kimi də istisna kimi adam yadında qalır ki, bu şəxs. Barmaqdan sayacaq qədər az. İsmail Süleymanov, salam, maraqlı mövzu seçmişsiniz. Təşəkkürlər. Salam, sizə sağ olun. B2 German, 3 years Big Four experience və sertifikat, master hələ də pasport məsələlərinə görə son mərhələdə internal referans tapmaq lazım. Yəqin ki, yoldaşın sualını ümumiləşdirsək, B2 Alman dilin var, 3 il Big Four experience-in var, sertifikatın və s. var. Pasport məsələlərində deyir, son mərhələdə yəqin ki, imtina alıb, bunu deməyə çalışır. Çünki sualın geri qalan yarısı düşməyib. İsmail bəy, zəhmət olmasa sualın geri qalanını yazsaz, ola bilər ki, sualınız sonda tamam fərqli olub. Amma yenə də təxmini Mayıl, bundan nə cavab verə bilərdik bu hissələrə? Orada bəlkə biraz müraciətdə subyektiv məqamlar da ola bilər, səfirlik. Çünki orada qərarı səfirlik biz göndəririk, amma immiqrasiya şöbəsi burada verir. Orada məsələn hər кейsə subyektiv baxırlar, yəni ümumi bir cavab vermək çətin olar. Belki sertifikat əslində normal günlük rutin işləri görmək üçün kifayət edə bilən sertifikatdır və mən Almaniyaya köçəndə mən 0 Almanca ilə köçmüşəm düzünü desəm və indi də öyrənirəm. A2 səviyyəsini bitirmişəm, B1 səviyyəsindəyəm. Yəni
Məncə yenə şansını yoxlamaq lazımdır. Bir də orada yoldaş qeyd etmişdi referans söhbəti. Ümumiyyətlə Avropada işlərə müraciət edəndə referans çox önəmlidir. Yəni referans yəni sizə kimisə tövsiyə etməsi. Mənim özümdə məsələn bəzi işlərə müraciət edəndə referans sayəsində daha önə çəkilmişəm. Məsələn, bir var HR-a günlük yüzlərlə CV gəlir. Bir də var amma məsələn sırf tövsiyə olunmuş bir CV gəlir. Təbii ki, o tövsiyə olunmuş CV bir pillə daha qabaqda olur. Ona görə çalışın, məsələn, deyək ki, bir vakansiya tapdınız Almaniyada. Məsələn, orada LinkedIn-də axtarış filtrlər var. Orada işləyən Azərbaycanlı olsun, ya tanış bir şəxs tapıb ona əlaqəyə keçməyə çalışın. Bu həmin şəxsin özü üçün də faydalıdır, çünki oradan o da müəyyən faydalar götürə bilir və sizin üçün də faydalıdır ki, sizin müraciətiniz daha önə keçir. Yəni bunları da məncə yoxlaya bilərsiniz. Əla, təşəkkürlər. Deməli, Almaniyada iş və viza bakalavr təhsili accountant üzrədir. Əli Əlisoy, sualınızı tam yazın zəhmət olmasa, tam anlamadım nə sualdır. Nuranə xanım sual verib, accountant üzrə ingilis dili biliyi hansı ölkələrdə iş tapmaq olar? Accounting sahəsi daha nisbətən məsələn bayaq dediyimiz marketinqə baxırıq, daha rahat tapmaq olar. Macarıstanın özündə də, Polşada tapmaq olar və Big Four təcrübəniz varsa və məsələn Rami məsələn məni daha yaxşı bilərsən, Big Four vasitəsilə keçmək mümkündür. Məsələn mənim tanıdığım dostlardan Lüksemburqa vasitələ xeyli köçən yoldaşlar var, İngiltərədə köçənlər var. Yəni həm bu ölkələr, həm də Big Four vasitəsilə köçmək mümkündür. Bu arada dediklərinə bir əlavə deyim. Son zaman İndi eşidilir. İndi gəldi. Deməli, qanunvericilik məsələləri mütləqdir. Hal-hazırda Polşada bir xeyli qanunvericilikdə dəyişikliklər olub. Yəni Avropaya müraciət eləmək istəyən yoldaşlar mütləq bunu nəzərə alsınlar. Məsələn, mən özüm bura təhsil yolu ilə gəlib, sonradan işə müraciət eləmişəm. Azərbaycandan Avropaya birbaşa iş təklifi almaq biraz çətindir, biraz. Çünki bayaq qeyd etdiyim kimi sponsorship məsələləri var. Yəni şirkət sizə görə əlavə bir xərc çəkməli olur. Bunu da gözə alır ki, məsələn, Avropada yaşayan X bir adam var. Raminin əvəzinə onu götürmək daha az məsəfəlidir və s. sərf edir, bəli. Ona görə də bu məsələlər nəzərə alın. Yəni müraciət edəndə birinci axtarmalı olduğunuz məsələ hüquqi məsələlərdir, qanuni məsələlərdir. Ardıcan ingilis dilində hansı ölkələrdə iş tapmaq olar? Polşa, Niderland, bayaq qeyd edilən kimi Lüksemburg və bunlarda mənim şəxsi tövsiyəm odur ki, bayaq da Mayılda qeyd elədiyi referenslə. Yəni kimsə tövsiyə eləsin, bu sizi bir %50 qabağa atacaq prosesdə. Elçin yazıb, salamlar, uğur olsun. Təşəkkür Elçin, minnətdaram. Nurlan Əsədzadə sual yazıb. Azərbaycanda yaxşı qurumda işləyib normal maaş alırıqsa, Avropaya gəlmək üçün bir neçə səbəb deyə bilərsinizmi? İndiyə qədər Avropada olmamışam. Əslində bu canlı yayımın məqsədi mütləq Avropaya gəlin deyil. Amma Avropaya gəlmək düşünürsünüzsə, nələri nəzərə almalısınız? Nələr yaxşı pis deməyək. Müqayisə predmetləri deyək, özünüz qərarınızı verin. Qərar sizindir. Müşahidələr verin. Bəli. Çox maraqlı sualdır əslində. Belə deyərdim. Mən həmişə məsələn dostlarla falan söhbət edəndə də Azərbaycandakı qohumlarla falan söhbət edəndə o məqamı vurğulayıram ki, ən azı həyatınızın bir dövründə xaricdə yaşamaq təcrübəsini yaşayın. Yəni fərqi yoxdur. Bu bir neçə aylıq Erasmus proqramı ola bilər, bir semestrlik mübadilə proqramı ola bilər. Yəni sizin bura köçməyiniz, öz maliyyənizi özünüzün idarə etməyiniz, yəni xarici dostlarla eyni mühitdə olmağınız, adi bir tədbirlərdə belə ölkəni təmsil etməyiniz çox fərqli bir təcrübədir və inandırım sizi 3 ayın sonunda Azərbaycana qayıdanda eyni insan olmayacaqsınız, fərqli olacaqsınız. Dünya görüşünüz fərqli olacaq, məsələlərə baxma prizmanız fərqli olacaq. Mənim artıq sentyabrda 7 ilim tamam olacaq Avropada olduğum müddət. Məsələn 5 il Macarıstan və 2 il Almaniya. Təbii ki, yaşında öz rolu var, amma ümumi bu təcrübələrini deyə bilərəm ki, əvvəlki mayıldan, məsələn, Euroboydan çıxmış mayıldan indiki mayıl tam fərqlidir. Məsələlərə baxma prizması olsun, önəmli təcrübədir. Avantaj olaraq, məsələn, burada daha az stresli mühitdir. Məsələn, Almaniyada onu deyə bilərəm, saat məsələn 5-6-ın yarısı oldu. Yəni iş saatı bitirsə,
Yəni iş nə qədər qalıbsa qalsın, problem yoxdur, kompüter örtülür, sabah da amal edəcək. Çünki onların mindset odur ki, mən sabah işə hazırlıqlı olmam daha vacibdir. Nəinki bu gün bu işi bitirməyim. Yəni o məsələn deyirlər sabah saat 9-da mail işə hazır olmalıdır. Sabah mail hazır olmaq üçün artıq 5-dən bu işini bitirib öz həyatına fokuslanmalıdır. Daha sonra belə desək, işinə davam etməlidir. Yəni burada work-life balance qorunur və bir də bura məsələn permitin sizə avantajı var ki, daha rahat travel edə bilirsiniz, iş şərtləri olsun, falan filan olsun. Yəni bir də Ramin də qeyd etdiyi kimi biz gördüyümüz picture, yəni sizə təsvir edirik. Təbii ki, seçim etmək sizə qalıb. Məsələn, hamı da Avropaya gəlməlidir deyə bir şey də yoxdur. Çünki buranın çətinlikləri var. Siz hər şeyi sıfırdan qurursunuz. Ana dilinizdə danışmırsınız. Nəyisə izah eləyəndə, məsələn, Almaniyada yaşayırsınızsa mütləq alman dilini bilməlisiniz. Burada dövlət qurumlarına gedəndə, appointmentlər olanda öz dərdinizi izah eləməlisiniz, yerli dili bilməlisiniz. Bu da çətinliklər yaradır. Təbii ki, yəni asan tərəf, yaxşı tərəflər olduğu kimi çətin tərəflər də var. Əla, təşəkkür edirəm Mail. Buyur. Və Mailin da qeyd elədiyi kimi bu məsələlər artıq müstəqil öz qərarlarınızı verməniz, şəxsi büdcənizi özünüz idarə eləməniz, sonra ailədən kənar biraz emosional bəlkə boşa düşmək insan kifayət qədər yetkinləşdirir, olğunlaşdırır. Bəlkə də Bakıda da qalsaz bu olğunluğa gəlib çatırsınız, amma düşünürəm ki, biraz fərqli effekti var. Biraz yox, bir xeyli effekti var. O emosional hissələrdə artıq çətin bir period var. Onu keçəndən sonra artıq belə deyək də iki qat təsir olur. Yenə də təşəkkürlər sual üçün. Qardaşın hesabının adı nədir? Mail Məmmədli. Canlı yayın paylaşacağıq. Hər ehtimala paylaşımda da təq eləyərəm. Artıq belə deyək də suallar olarsa mümkün qədər kömək eləməyə çalışarıq. Əlbəttə. Canlı yayımı paylaşarsa sevinərəm. Mümkün qədər nəzər alacağıq. Sonra maliyyə sektorunda, deməli Kamran Quliyev yazıb, maliyyə sektorunda Avropada necədir, gələcəyi hara gedir, gələcəkdə perspektivli qalacaqmı? Özəlliklə corporate finance. Gözəl sualdır. Ümumiyyətlə bu Brexitdən sonra Londondan axın oldu. Məsələn Avropaya, məsələn deyək ki, əvvəl məsələn mənim hal-hazırda gördüyüm işi, bizim UBS-də gördüyümüz işi 2021-ci ilə kimi Londondan görülürdü, amma Brexitdən etibarən müəyyən qanunvericilikdə dəyişikliklər olduğuna görə Londondan işlər çıxdı. Əsas mərkəz olaraq Frankfurta gəldi. Frankfurt onsuz da Avropanın maliyyə mərkəzi sayılırdı, amma indi artıq unik bir mərkəz oldu. Bir hissəsi Parisə köçdü. Məsələn EBA orada yerləşir, amma əsas qurumlar, əsas banklar və financial headquarterlər Frankfurtda yerləşir. Corporate finance-da həmişə perspektivi var. Yəni bazar nə qədər dəyişsə də, AI gəlsə belə, yəni həmişə perspektivi olan bir sahədir. Sadəcə olaraq məsələn nələrə fikir vermək lazımdır? Daha çox texniki biliklər, tək məsələn finance background yox, onun yanında texniki biliklərin olması da sizin portföyünüzü daha da gücləndirə bilər. Təşəkkür edirəm. Deməli, Aminə xanım sual verib. Salamlar, salam. Business analyst, product development and management barədə hansı ölkələr və şirkətlər məsləhətlidir? Project development əvvəlki hansıdır Amin? Project management. Business analyst, product development. Yenə də dediyimiz kimi məncə Macaristan, Polşada bu vakansiyalar, Çexiyanın özündə də məncə bu tipdə biznes analist sahəsi üzrə vakansiyalar tapmaq mümkündür və bir də Estoniyada məncə fokuslanmaq olar. IT sahəsində Estoniyada inkişaf etmiş ölkələr. Estoniyadır məncə. Estoniyanın qanunvericiliyini son zamanlarda izləməmişəm. Amma qeyd etdiyim kimi ora IT sahəsi üçün məncə bu sadaladığımız şirkətlərin arasında ən qabaqdadır. Lüksemburqda da yaxşı vakansiyalar olur. Əgər refer eləyəcək adam tapsaz, yəni tövsiyə eləyəcək adam tapsaz, oralara da mütləq tövsiyə eləyərdim ki, müraciət edəsiniz. Sakitlikdir, sonra əmək haqqılar nisbətən, Polşada nisbətən yox, bir xeyli yaxşıdır. Almaniyanı deyə bilmərəm, yəqin ki, aşağı-yuxarı eynidir. Amma business analyst %100 Polşada var bu işlər, amma təəssüf ki, qanunvericilikdə olan dəyişikliklər biraz qarşımızı kəsir. Orada bir məqama toxunum, üzr istəyirəm. Almaniyada məsələn Lüksemburq, bu da məsələn xaricdə ölkə seçəndə önəmli baxmalı olduğumuz məqamlardan biridir. Məsələn, maaş and salary and cost ratio.
Məsələn, ola bilər ki, məsələn, maaş çox yüksək görsənsin, amma oranın yaşam xərcləri də var. Məsələn, Lüksemburq təbii ki, maaş olaraq ən yüksək ölkələrdən biri olsa da, orada məsələn xərcləri daha çoxdur. Ev xərcləri olsun, İcarə, bəli. icarə xərcləri olsun, market qiymətləri olsun. Market qiymətlərinə görə məsələn Almaniya Avropada ən uyğun ölkələrdən biri sayılır. Məsələn, maaş səviyyəsi olsa, məsələn, o da Lüksemburqda daha aşağı olsa da, amma məsələn market qiymətlərində daha öndədir. Məsələn, çox böyük şəhərlərdə yaşanmırsa, evlərin icarə qiyməti daha uyğundur. Məsələn, bu məqamda məsələn Niderlandla Almaniya həmişə bir-birindən rəqabətdədir belə desək. Məsələn, mən həmişə Niderlanda gələndə müqayisə edirəm. Məsələn, ora köçsəydim, orada hansı avantajlarım olar, bura köçsəydim hansı avantajlarım olar. Təbii ki, opportunity cost-u birini seçiriksə digərini itiririk. Amma seçim yenə də sizə qalır. Hər birinin özünün avantajları da var, dezavantajları da var. Əla. Təşəkkürlər. Yoldaşlar, məsələn, mən bu yaxınlarda bir tanışım eyni prosesdən keçdi. Zəng gəlmişdi. Narahat yoxdur. Nəyin məsləhət görəcəkdim? Business analyst. LinkedIn-də Azərbaycandan olub da Avropada business analyst və product development sahəsində çalışan ən azı postları qabağıma çıxan yoldaşlar görmüşəm. Məncə onlara yazsaz ən azı refer eləyə biləcək qədər sizə dəstək olarlar. Və Mailin də qeyd elədiyi kimi refer eləyəcək adam, yəni sizi sadəcə refer eləmir. Bəzi hallarda şirkətlər onlara bonuslar da verir. Ona görə düşünürəm onlara da maraqlı olar. Təbii ki, öz CV-nizi təqdim edib də qarşı tərəfdə bir inam hissini ötürdükdən sonra düşünürəm. Win-win prinsipi belə desək, hər iki tərəf qazanır. Bəli, razıyam. Qarşı tərəf məncə buna etiraz eləməz. Sadiq Əsgərov yazıb, salam olurlar. Təşəkkürlər Sadiq, minnətdaram. Empiriyev, salam. Sizə də salam. Əli Əlisoy yazıb. Almaniyada iş və viza məsələləri necədir? Bakalavr təhsilim accounting üzəridir yəqin yoldaş deyir. Əli Əlisoy. Almaniyada iş və viza məsələləri necədir? Gəl sualı biraz dəyişək. Azərbaycandan mühasibat üzrə Avropaya iş müraciət eləmək istəyir. Deyək ki, işi tapıb. Nələr gözləyir gedişatda? Viza almaq ehtimalı. Lap deyək ki, şirkət də sponsor durur. Burada nələr nəzər almalıdır şəxs? Demək, əgər şirkət sponsor olursa, yəni böyük avantajdır bunun üçün artıq. Yəni sadəcə olaraq qəbul məktubunu, dəstək məktubunu əlavə eləməlidir öz viza müraciətinə və iş vizasına müraciət eləyir. Bildiyim qədərindən pasportda D vizası alınır və 6 aylıq bir müddətə verilir. Siz o viza ilə bura gəlib artıq işləyə bilirsiniz və ondan sonra artıq sizin iş icazəniz permitə, yaşam icazəsinə çevrilir avtomatik olaraq. Prosedur, yəni sırf şablon bir prosedurdur. Səfirlikdə məsələn saytına qeyd olunmuş sənədlərin toplanması. Burada əsas sizi önə çıxaran amil şirkətin sizə sponsor dayanmasıdır. Şirkət artıq sponsor dayanıb, çox rahat olunur sonraki prosedurda. Sırf sadəcə olaraq sənədləri yükləmək və gözləmək qalır. Və bir də önəmli məqam qeyd edeyim ki, Almaniya bir qədər bürokratik ölkədir. Məsələn, sənədləşmə uzun çəkə bilir. Burada mən hətta Almaniyadan yox, Macarıstandan köçsəm belə qeyd etdiyim kimi mən sənədləşməyim, yəni sırf sənədləşmə hissəsi 3 ay çəkdi. 3 ayda müsabiqədə toplamda prosedur bir 6 ay çəkmişdi məndə. Onu nəzərə almaq, səbirli olmaq lazımdır. Təşəkkür edirəm. Buyurun. Deməli, salam, yaş faktoru nə qədər önəmlidir? Önəmlidir. Amma qarşınızı kəsən faktor deyil. Yəni mən bir çox adam tanıyıram ki, 30 yaşın üzərində də müraciət ediblər. Təbii ki, indi gözlənilən və daha çox adı çəkilən yaş aralığı 20-30 aralığıdır. Amma 30 yaş üzərində də müraciət edən küllü miqdarda olmasa da şəxslər tanıyıram, deməli mümkündür. Önəmli faktordur, amma qarşımızı kəsən faktor deyil. F3 və F7 dərslərini tədris edən ən yaxşı hansı kursları məsləhət görə bilərsiniz? Sualı Ramil sən cavab verirsən. Mən o sahədə çox məlumatım yox. Təşəkkürlər. Bazarda kifayət qədər müəllimlər var. İmza qrupu müəllim heyəti yaxşıdır. Sonra Bridge Academy-nin müəllim heyəti yaxşıdır. Mən özüm də tədris edirəm. Müqayisə edib də baxa bilərsiniz. Hansı müəllimin dərsi sizə daha uyğundur. Ən yaxşı tədris deyə bir anlayışın tərəfdarı deyiləm. Sizə uyğun olan məsələ var. Səsləndirdiyim kurslara baxa bilərsiniz. Mənim də səhifəmə baxa bilərsiniz. Sizə hansı uyğun olsa yararlana bilərsiniz. Siz də sağ olun. Deməli, Mr. Qasım bəyli yazıb. Finance və accounting sahəsində remote işlər hardan tapmaq olar? Remote
işlərə məncə Upwork platformasına baxmaq olar. Yəni oradan məncə tapmaq mümkündür. Təbii ki, orada yenə də gəlirliyə baxmaq lazımdır, sizə sərf eləyəcəkmi, yoxsa yox. Çünki orada rəqabət də yüksəkdir. Məsələn, orada Hindistanlı, Pakistanlı işçilər də var ki, daha məsələn sizin $10, məsələn, saatı $20 görəcəyiniz işi adamlar məsələn $5 görür. Təbii ki, onu seçəcək. Keyfiyyət necə olacaq o sual altındadır, amma yəni onlara baxa bilərsiniz. Məncə Upwork ağlıma gəldi. LinkedIn özündə də olur, çox olmasa da LinkedIn-dən də tapa bilərsiniz. Deməli, Hüseyn yazıb, Hüseyn bəy yazıb, deməli salam, salam Hüseyn bəy. Yox, Hüseyn, yəqin ki soyadı deyil, Hüseyn adıdır. Macarstanda PhD təhsilinə apply edib qəbul aldıqdan sonra paralel olaraq işləmək imkanı olur. Sual Olur. yəqin ki, olurmu? Macarıstan qanunvericiliyi buna imkan verirmi? Magistr oxuyan vaxtı olur, 20 saat həftədə işləmək olur. PhD ilə bağlı 100% əmin deyiləm, amma bildiyim qədərilə ilk 2 il sizin normal dərslərə getməli olduğunuz bir müddətdir. Həmin vaxtda mümkün deyil, amma 3-cü, 4-cü illər araşdırma apardığınız dövrdə mümkündür. Təbii ki, kənar yollardan universitetə xəbər vermədən işləmək mümkündür, amma bu çox da arzu olunan bir situasiya deyil təbii ki. Məncə 1-ci, 2-ci il mümkün deyil, amma 3-cü, 4-cü il olmalıdır. Amma yenə dəqiqləşdirin, bu mənim yadımda qalan məlumatdır. Təşəkkürlər. Seyidova yazıb, inşallah hamarsının məqsədinə çatsın. Təşəkkürlər, minnətdaram, inşallah. Mən də qismət olsun, təhsilə getmək istəyirəm. Təşəkkürlər məlumat üçün, siz də sağ olun. Uğurlar. Gönül Məmmədzadə yazıb, salam Ramin bəy, salam. Seyv edə bilərsinizmi? Mümkün qədər seyv etməyə çalışacağam. Deməli, Kamran Quliyev, corporate finance üçün hansı texniki bilgilər önərirsiniz? Məsələn, cloud accounting, cloud computing finance nə qədər əlaqəlidir? Bu sahə çox niş sahədir. Yəni, birbaşa bura istiqamətlənmişsinizsə, məsələn, mən bunun adını çox da eşitmirəm. Düşünürəm ki, əgər belə bir sahəyə tələb varsa və siz artıq buna maraq göstərmişsinizsə, %100 iş taparsınız. Bu təxminimdir. Amma bazarda nə qədər buna tələb var, mayıl zəhmət olmasa? Aydın, yəni o niş sahəni seçirsinizsə, sizin həm müəyyən dərəcədə şanslarınız artır, həm də azalır. Artmaq o cəhətdəndir ki, yəni bazarda işə götürən tərəfindən seçim şansı azdır. Yəni sizə fokuslanacaq. Sizin seçim şansınız ona görə azalır ki, sizin müraciət edə biləcəyiniz yerlər azdır. Yəni burada iki qarşı-qarşıya gəlir, qarşı-qarşıya gəlir. Burada artıq keyfiyyət öz rolunu oynayır. Yəni işin nə tezə keyfiyyəti görə bilərsiniz. Sualın ilk hissəsində corporate finance, məsələn, bizim indi gördüyümüz iş yerində mən hansı texniki biliklər önəmli rol oynayır. Yəni Excel falan bunlar backgrounddur. Məsələn, Power BI bizim indi hal-hazırda avtomatlaşdırmada ən çox istifadə etdiyimiz toollardan biridir. Məsələn, mən özümdə müraciət eləyəndə, CV-mdə backgroundda Power BI-in olmağı önəmli amillərdən biri oldu. Məsələn, müsahibədə də ən çox gələn suallardan biri sırf onunla bağlı idi. Məsələn, Power BI nümunə olaraq deyə bilərəm ki, vizuallaşdırma toolu kimi onu istifadə edə bilərsiniz, öyrənə bilərsiniz. Təşəkkürlər. Ertuğrul Qəribli yazıb, salamlar, salam. Dünyada məşhur olan ancaq Azərbaycanda yeni formalaşan investisiya şirkətləri, bu şirkətlərin gördüyü işlərlə bağlı nə düşünürsünüz? İnvestisiya bankları yoldaş toxunmaq istəyir. Eynən dünyada əsasən ABŞ investisiya bankları hökmranlıq edə bilirsə, JP Morgan olsun, Citibank, Morgan Stanley və burada eyni zamanda Avropa investisiya bankları da var. UBS, məsələn biz Credit Suisse var idi əvvəl, daha sonra merge oldu UBS-lə birlikdə. Məsələn bunların investisiya banklarının əsas gördüyü iş nədir? Biz əsasən portfeli 500 min avrodan yüksək olan müştərilərlə işləyirik. Məsələn, siz UBS-in ancaq corporate bankını istəsədə görə bilərsiniz. Kimsə gedib orada bank hesabı açdırsın, kredit kartı alsın. Yəni ancaq istəsədə mümkündür. O da ana ölkə olduğuna görə. Digər ölkələrdə sırf böyük müştərilərdən işləyirik. Məsələn, mən front office-də olmasını biz back office-dəyik, amma bizim gördüyümüz iş əsasən milyonerlər, milyarderlər, məsələn, pensiya fondları, bunların fondlarının idarə olunmasıdır. Yəni basic dildə onu desəm ki, onların deyək kənara qoyduğu bir vəsait var və bu vəsaitdən gəlir əldə etmək istəyirlər və oradan onlar investisiya banklarından müqavilələr imzalayırlar və onlara aylıq, illik müəyyən gəlirlər qazanılır və o həmin vəsaitdə qiymətli kağızlara yatırılması olsun, ETF-lərə yatırılması olsun və digər vasitələrlə gəlir əldə olunur. Yəni basic olaraq əsasən gördüyü iş bundan ibarətdir. Əla.
Sualın ikinci hissəsi də var. Yoldaş sonradan yazıb. Avropada bu sahə üçün hansı ölkələr daha uyğundur? Demək, bu adını sadaladığım investisiya banklarının əksəriyyətinin Şərqi Avropada ofisləri var. Məsələn, Morgan Stanley Budapeştdə var, Citi'də var Budapeştdə. Mən bildiyim qədərilə Rami düzəldə bilərsən məni, amma Varşavada da. Məsələn, JP Morgan, Citibank, sən məsələn Citibankda idin. Var. Məsələn, bizim əsasən əməkdaşlıq etdiyimiz UBS-in ofisimiz Krakovda yerləşir, Polşada. Krakov ofisimiz var. Məsələn, bu ölkə Şərqi Avropada bunlar fokuslana bilərsiniz. Qərbi Avropada da əsasən Frankfurtda cəmlənib mərkəz olaraq, amma yenə Lüksemburq ofislərimiz də var və London təbii ki, London əsas yenə də Brexit olsa belə yenə də maliyyə mərkəzi olmağını qoruyur. Təşəkkürlər. Yoldaş aktual bir sual yazıb. Tez-tez iş dəyişmək yaxşıdır, yoxsa eyni şirkətdə qalmaq? Gözəl sualdır. Belə deyim, karyeranın ilk dönəmlərində özünüzü yoxlamalısınız. Sırf məsələn bu işlə başlamışam, bura artıq mənim komfort zonamdır, burada qalın. Mən fikrimlə çox razılaşmıram. Əgər ora tam sizi qənaət etmirsə, dəyişməlisiniz. Məsələn, mən ilk dövrdə Vodafone-da idim, telekommunikasiya şirkəti idi, hər şeydə qaydasında komfort zonamda idim. Amma hiss edirdim ki, mən burada inkişaf edə bilmirəm və o hiss insana gəlir ki, sənin işin artıq bir 5 ildən sonra avtomatlaşdırılacaq. Yəni sən orada artıq yararsız olacaqsan. Sənin gördüyün iş çox da value added iş deyil. Və ona görə mən artıq dəyişiklik qərarı verdim. Yəni əgər görürsünüz ki, inkişaf edirsiniz, perspektiviniz var, karyeranızı yüksələ bilirsiniz, yeni şeylər öyrənirsiniz, hər gün yeni bir şeylər öyrənirsiniz, orada qalmağa dəyər. Amma yox, görsəz ki, artıq yoxdur, dəyişiklik zamanıdır. Təbii ki, CV-yə baxanda çox məsələn deyək ki, 27 yaşınız varsa 6-7 yer dəyişibsə, bu biraz sual yarada bilər ki, bəlkə bu insanın nəsə bir işində, performansında problem var. Amma 2-3 yer dəyişmişsə, bu tam okeydir. Yəni siz özünüzü yoxlayan dövrlərdəsiniz. Təşəkkürlər cavaba görə. Mən bu məsələdə məsələn yoldaşa deyərdim ki, biraz özü empatiya qursun, özünü HR kimi təsəvvür eləsin də. Yəni Ramin adlı namizəd var. Baxırıq ki, Ramin 2 il ərzində 5 dənə iş yeri dəyişib. İstər-istəməz sizdə sual yaranır. Ya adam qərarsızdır, düzgün qərar verə bilmir, karyerasını tapa bilməyib. Böyük ehtimal mənim də şirkətimə gəlib, 3 ay öyrənib, ya bizi yarı yolda qoymaq, yəni ona görə yox ki, bizə xəyanət elədi və s. Sadəcə biz də bir ona enerji sərf edirik də, enerjimizi də özü ilə apardı. Ya da ki, şəxs ümumiyyətcə, yəni düşünmür də bu işdə işləməyi. Sadəcə bir tramplin kimi baxır, bizdə öyrənib keçəcək başqa yerə. Elə şirkətlər var, faktiki olaraq, onlar qəbul edirlər ki, onlar da tramplin olaraq istifadə edilir ki, bu da heç bir pis faktor deyil. Məsələn, Big Four şirkətləri, həmən şirkətlər özləri də bilir ki, yeni məzun olmuş şəxslər həmən şirkətdə 1 il, 2 il işləyib, daha sonra korporativ mühitə, industriya yönəlirlər ki, bu kifayət qədər normaldır. Ona görə də iş saatları biraz çox olur. Big Four-da məncə turnover çox yüksəkdir, yəni demək olar ki. Bəli. Deməli, Məhəmməd Saralov yazıb, Big Four-ların birində, məsələn KPMG 4 il auditdə çalışıb sonradan Avropaya keçirilmək nə qədər rahat olar? Çox rahat olar. Mən qısa deyim sizə sualın cavabını və hal-hazırda trendlər Lüksemburqda çox rahat, yəni ona görə yox ki, hamı sizi orada gözləyir. Amma təbii ki, Azərbaycandan bir mühasib olaraq gəlməyinizdə Big Four-dan 4 illik təcrübənizlə %100 fərq var. Ən azı bir şansınız 10 dəfə çoxdur. Ona %100. Düzdür, bir də üzr istəyirəm, burada məqama toxunum. CV-də məsələn adlar önəmlidir. Nə qədər biz desək ki, məsələn sizin backgroundunuz var, amma CV-də məsələn EY-in olmağı, Deloitte-in olmağı, yəni bunun adı olmağı bir brenddir. Məsələn, növbəti şirkət də sizin CV-nizə baxanda fikirləşir ki, bu adam məsələn EY qəbul edibsə, öz mərhələlərindən, filtrlərindən keçiribsə, demək ki, bu adamın nəsə birliyi var, daha güvənir. Məsələn mən Almaniyaya mən əvvəllər də müraciət edirdim, universitet bitirən tərəfələr, yeni məzun olan dövrlərdə demək olar ki, müsahibələr falan dəvət çox azalırdı. Amma nə vaxt ki, mənim artıq CV-də Morgan Stanley adı oldu, yəni artıq Amerikanın investisiya bankının olmağı bu çox mənim 2 ya 3 illə qabağa atdı. Yəni CV-də nüfuzlu yerlərin o yerlərin olmağı çox önəmlidir, xüsusən də karyeranın ilk illərində. Əla, təşəkkürlər. Seydova yazıb, soruşur ki, həm təhsil, həm də iş icazəsi eyni vaxtda olan ölkələr hansılardır? Bu barədə Həm təhsil, həm iş, ancaq yəni
müəyyən bir limitdə işləyə bilirsiniz. Məsələn, səhv etmirəmsə Almaniyada təhsil almaq üçün bildiyim qədərilə burada Yəni student ya trainee kimi işlər var. Onda da həftədə müəyyən bir saat işləyə 20 bilirsiniz. Yəni saat. sizin eyni 20 saat, Macarıstan dəqiq 20 saat idi, amma Almaniyada məsələn bu qədər olmalıdır. Yəni sizin full time 40 saat işləməyiniz çox nadir hallardır. Əgər ancaq diplom yazırsınızsa artıq aktiv dərsləriniz qalmayıbsa, xüsusi razılıqla işləyə bilərsiniz, amma belə əgər tələbəsinizsə tam full time işləmək bir qədər çətindir. Polşada bu belə idi. Bilmirəm təəssüf ki deyim, yoxsa necə ifadə edeyim. Hal-hazırda bu artıq keçərli deyil. Yekun bu günə olan aktual siyahı məndə yoxdur. Amma Polşa üzrə dəqiq deyə bilərəm ki, qanunvericilik bir xeyli dəyişib. Buranı nəzərdən keçirərkən bayaq dediyim məsələləri mütləq nəzərə alın. Eyni. Tural yazıb, salam, Varşavada maaş və iş mühiti yaxşıdırsa, hansı səbəbə görə Qərbi Avropaya getməliyik? Təbii ki, iqtisadiyyata görə. Yəni, baxın nə axtarırsınız? Stabillik axtarırsınız, sakitlik axtarırsınız, dinamiklik axtarırsınız. Varşavada maaş və iş mühiti yaxşıdır, hara müqayisədə? Qərbi Avropaya müqayisədə maaş cəhətdən aşağıdır, maaş cəhətdən. Amma mühit cəhətdən nəzərə alsaq ki, Polşada da hal-hazırda demək, bir növ hub rolunu oynayır. Bir çox şirkətlər ofislərini burada qurublar və onlar beynəlxalq öz düşüncə tərzlərini bura gətirirlər də. Tək ofis gəlir, burada qurulmur. Düşüncə tərzi olaraq gəlirlər deyə iş mühitində qeyri-adi bir fərq yoxdur. Əsas fərq maaşdadır. Mahir, buyur, əlavə eləmək istədiyin nələr var? Eynən. Yəni burada məsələn böyük şirkətlər orada baxanda shared servislərini quranda Şərqi Avropada onlar cost tərəfindən baxırlar ki, məsələn Almaniyada məsəl üçün saatına bir işçiyə məsələn 20 avro verirsə, orada məsələn 10 avro verə bilər. Bu rəqəmlər təsadüfi rəqəmlərdir. Onlara daha çox sərf eləyir orada. Məsələn shared servisləri orada qurmağa sərf eləyir. Və bir də məsələn niyə məsələn köçməlidir Avropaya? Daha çox perspektivlər var. Məsələn deyək ki, Varşavada dəqiq sayı bilmirəm, məsələn 2 ya 3 investisiya bankı varsa, burada yəni 20-30 dənə investisiya bankı var, şansınız daha yüksəkdir. Daha fərqli yerlərə keçirmək şansınız yüksəkdir. Yəni perspektiv daha yüksəkdir və gördüyünüz daha value added işlər görə bilərsiniz. Təşəkkürlər. Mahir, təxminən yəqin bir 15-20 dəqiqə arasında yekunlaşdıracağıq. Mümkün qədər sualların hamısını oxumağa çalışıram. Yoldaşlar, kimin sualına vaxtımız çatmasa, inşallah növbəti canlı yayımlarda mümkün qədər nəzərə alarıq. Salam, mən İtaliyada təhsil almışam. 2 il Azərbaycanda iş təcrübəm var. FA, yəni ACC F3 nəzərdə tutur yoldaşımız. Lakin geri dönmüşəm Bakıya. Oturma izni və aktiv vizam yoxdur. Şəfiyev, zəhmət olmasa sualınızın davamını göndərərsiniz. Böyük ehtimal, göndərmişsiniz, indi gördüm. Və iş tapmaq üçün hansı işimi asanlaşdıran hansı məqamlar olmalıdır? Onlara daha çox diqqət yetirməliyəm. Sualın bir hissəsi yarımçıq qalıb, Instagramın texniki funksiyalarına görədir. Böyük ehtimal yoldaş soruşur ki, Bakıya qayıtmışam. İndi Bakıda müraciət eləmək istəyir. Təxmin eləmək istəmirəm, çünki yazıb ki, oturma izni və aktiv vizam yoxdur, böyük ehtimal Avropaya qayıtmağı yenidən düşünür. Şəfiyev, zəhmət olmasa sualınızın o qalan hissəsində göndərin, tam oxuya bilim ki, suala yarımçıq cavab vermiş olmayaq. Rəcəbli 96 yazır. HR üzrə Avropada iş nə qədər mümkündür və nələrə diqqət etmək lazımdır CV-də? HR da bayaq qeyd etdiyimiz marketinqə bir qədər yaxındır. Orada da məsələn müəyyən dərəcədə yerli dili bilmək tələb olunur. Məsələn Macaristanda məsələn mən tanıdığım dostlardan HR sahəsində işləyənlər var idi. Saylar çox olmasa da beynəlxalq şirkətlərdə international HR olaraq çalışırdılar. Mümkündür. Şans məsələn yerli dili bilməyiniz daha arzu olunandır, amma yəni dediyim kimi şanslarınızı yoxlaya bilərsiniz. Məncə HR sahəsi marketinqdən daha çox dil tələb edən sahədir. Məsələn, nəzərə alsaq ki, siz namizədlərlə işləyəcəksiniz və böyük ehtimalla onların arasında məsələn də Polşanı nəzərdə tutaq. İngilis dilini bilməyən kimsə ola bilər. Siz məcbur olacaqsınız ondan polyak dildə danışmağa. Ona görə də müraciət edəcəyiniz ölkənin dil bilgilərini bilməyiniz məncə %99 faktorlardan biri ola bilər. Nəzərə alındı. Deməli, Sevinç xanım yazır. Dipayfar diplomu ilə Polşada accountant üzrə tapa bilərəmmi? Sevinç xanım, diploma fokuslanmanızı tövsiyə eləməzdim. İş təcrübənizi qeyd eləsəz ona uyğun deyə bilərəm. Yəni diplom burada sırf sizin intervyuda verəcəyiniz cavablara texniki dəstək göstərəcək. Yəni iş tapmanıza səbəb olmayacaq. Nə mənada olmayacaq?
əsas faktor olmayacaq. Təbii ki, CV-nizdə qarşı tərəf görsə ki, DeepIFR-nız var, ən azı digər namizədlərdən qabaqdasınız, bu %100-dür. Amma əsas məsələ iş təcrübənizdir və nə qədər qarşı tərəfin tələblərinə uyğunsuz, sertifikatdan başqa iş təcrübənin il tələbinə uyğunsuzmu? Hər hansısa ola bilər sizdən proqramlaşdırma dilləri və s. tələb ediblər, baxmayaraq ki, accountant işidir. Yəni texniki detalların digərlərinə də cavab verirsinizsə, DeepIFR sizin üçün dəstək rolunu oynayacaq. Tapa bilərsinizmi? Digər nüansları nəzərə alaraq deyirəm ki, bəli, tapa bilərsiniz. Böyük bir amma hissəsini nəzərə almaq şərti ilə qanunvericilik. Qarşı tərəf sizə nə qədər dəstək olacaq, sponsor olacaq və bura gələndə viza məsələlərini necə səhmana salacaqsınız. Bir də üzr istəyirəm Ramil, bir məqama toxunum. Məsələn, bizim əmək bazarından Avropanın əmək bazarı bir qədər fərqlidir. Məsələn, siz Azərbaycanda işləmə müraciətlərində baxa bilərsiniz ki, sırf tələb var ki, məsələn, ACM falan sertifikatları alınmalıdır, ya CFA olsun, FRM olsun. Amma burada məsələn siz o tələbi çox nadir hallarda görə bilərsiniz. Çox spesifik bir iş olmalıdır ki, orada tələb olunmalıdır. Çünki bu sertifikatlar bir çox broad, bizə geniş biliklər verir, bəzi hissəsi. Məsələn, işdəysə onun bir hissəsi tətbiq olunur. Yəni arzu olunandır. Sizin şanslarınızı daha da yüksəldir. İki namizəd qaldıqda təbii ki, birinin ACM verirsə, təbii ki, onun üstünlük veriləcək. Amma must deyil, yəni olmağı üstünlükdür. Yəni sırf o sertifikatın var deyə məni işə götürəcəklər. Bu fikir keçmir. Əla, təşəkkürlər. Tural Əli, təşəkkürlər cavabladığınız üçün. Siz də sağ olun. Rəcəbli təşəkkür edirəm. Buyurun, siz də sağ olun. Sonra menecment sahəsində iş tapmaq nə qədər mümkündür? Menecment genişdir, amma ya menecment sahəsində, yəni orada mən səhv eləmirəm, məsələn, project managementdə müəyyən sertifikatlar var. Six Sigma olmalıdır. Məsələn, onları tamamladıqdan sonra təbii ki, şanslarınız yüksək olar, mümkündür. Yəni dediyim kimi ingilis dilli ölkələrdə, Niderlandda, Lüksemburqda imkanları mövcuddur. Təşəkkürlər. Geri qalan suallarımızı da oxuyaq. Bir dəqiqə, təxminən 7 dəqiqəmiz qalıb. Deməli, Polşada işləmək üçün Polşa dilini bilmək vacibdirmi? Xeyr, vacib deyil. Eynisi Macarıstan üçün də keçərlidir. Macar dilini bilməsəz belə rahat iş tapa bilirsiniz. Aha. Yaxşı bir sualımız var burada. Ümumilikdə, bax, Ramin birinci kursdadır, ya da nə bilim, artıq 4-cü kursa gəlib çatıb. Biraz qərarsız qalıb. Dəstək istəyir, məsləhət istəyir səndən. Deyir ki, mən bu sahəyə yönəlmək istəyirəm. Bu dəqiqə üçün, trend üçün, yəni cari günün tələblərinə uyğun olaraq. Nə məsləhət görərdin? Həm texniki, həm texnik olmayan məsələlərdə. İki istiqamətdə məsləhət verək. Bir texniki nələr gücləndirsin, bir də başqa sahələr, başqa hissələrdə nə gücləndirsin özündə. Eynən. Demək, məsələn, təsəvvür edək ki, 3-cü ya 4-cü kursda oxuyur, artıq universiteti bitirmək üzrədir. Yəni burada məncə indiki dövrün trendi olaraq AI, ChatGPT, yəni bu sahəyə yönəlməlidir. Məsələn, öz sahəsində onu necə tətbiq eləyə bilər və necə tətbiq olunubdur, o trendə uyğunlaşmalıdır. Çünki trend çox dəyişir. Yəni bazar çox oynayır. Məsələn, 2 il əvvəlki bazar, ilki bazar eyni deyil. Yəni 2 il əvvəl olan keyfiyyətlərlə indiki bazarda mən rahat iş tapacağam mümkün deyil. Ona görə trendə baxmaq lazımdır və dövrün trendi də əsasən süni intellekt olduğunu ona fokuslanmalıdır və bundan əlavə bilik nə qədər trend dəyişsə də bilik əsas ana faktordur. İnkişaf etmədə bir də tövsiyə olaraq onu deyərəm ki, 3-cü, 4-cü kurslarda oxuyursa mütləq iş təcrübələrinə müraciət etsin. Yəni ödənişsiz olsa belə, yəni orada çox şeylər öyrənə bilər. Məsələn, bakalavr dövründə məzun olana kimi artıq 3 fərqli yerdə olmuşdum. Nazirlikdə, məsələn, Maliyyə şöbəsində, daha sonra Kapital Bankda və ən sonunda Bakı Fond birjasında və bunların mən dəyər qatdı həm magistrə müraciətimdə olsun, həm növbəti iş təcrübələrində mənim ilk iş müsahibəmdə mənə əsas sualları təhsillə bağlı yox, iş yerlərindən bağlı suallar verirdilər. Yəni siz Ramin də bayaq dediyim empati qrup özünüzü işə götürənin yerinə qoyduqda onlara sizin bilikləriniz müəyyən dərəcədə rol oynayır, amma əsas sizin təcrübənizdir. Ona görə təcrübə ilə bağlı suallar verilir. Yəni qısa olaraq bunu deyirəm. Təşəkkürlər. Başqa son bir dənə də suala toxunaq. İş tapmaq prosesində hansı çətinliklərlə qarşılaşmısınız? Əcnəbilər üçün hansı sahələr daha əlçatan görünür hal-hazırda Almaniyada?
Əsas çətinlik dil bariyeridir. Dediyim kimi LinkedIn-də müraciət edəndə 10 vakansiyanın 9 almanızı istəyirdi. Yəni sırf o 10%-ə fokuslanmışdım. Əsas dil bariyeri idi və daha sonra bizim yəni pasport məsələn olduğuna görə daha biz geridən başlayırdıq, sıfırdan başlayırdı. Məsələn deyək ki, Almaniyada müraciət edən Yohan daha qabaqda idi. Nəinki mən. Mənim o aradakı fərqi qapatmağım üçün sırf biliyim, təcrübəm rol oynadı və bir özümü müsabiqədə belə satmağım və bu amillər rol oynadı. Əsas çətinliklər bunlar idi. Üzrə sualın ikinci hissəsi necədir Ramin? Sualın ikinci hissəsi. Əsas çətinlik və Əcnəbilər üçün hansı sahələr daha çatandır hal-hazırda? əcnəbilər üçün maliyyə, IT sahəsi ən təbii ki, maliyyə və IT, accounting bu sahələr həmişə aktual. Təşəkkürlər Mayıl. Yoldaşlar, Xoşdur. hələ ki bir dənə suala vaxtımız var. Əgər kiminsə sualı qalıbsa, cavablamaqdan məmnun olarıq. Biraz da gözləyək. Bu arada dəvət üçün təşəkkür edirəm. Mənim üçün maraqlı oldu. Dəyməz. Bəzi suallar məsələn mən accounting sahəsində biraz uzaq olduğuma görə tam da doğru cavablaya bilməsəm də amma narahatlıq yoxdur. İnşallah ki yayımdan sonra yoldaşlar ya mənə ya Mayıla ünvanlasaz. Əlimizdən gəldiyi qədər mümkün kömək eləyərik sizə. Faydalı olmağa çalışarıq. Okey, anladığım qədər suallar yoxdur. Mayıl son dinləyənlərə nə sözlərini demək istəyərdin, ürək sözlərini buyuracaqlar. Hər kəsə uğurlar arzulayıram. Çünki burada fərqli profillərdə insanlar var. Yəqin tələbələr də var artıq, karyerasını davam edən insanlar da var. Nə edim, hara gedim sual arasında, dilemması arasında qalan insanlar da var. Yəni əsas onu deyə bilərəm ki, ürəyinizin səsinə qulaq asın. Özünüzü harda rahat hiss edirsinizsə, yəni sırf filan kəs gedib deyə mən də gedim təcrübəsini yox, sırf yəni özünüzü rahat olacağınız həqiqətən sevəcəyiniz sahələrdə olun və özünüzü orada inkişaf etdirin və dediyim maneələr olsun, bunlar müvəqqəti bir şeylərdir. Yəni istəyəndən sonra aşıla bilməyəcək bir problem yoxdur. Hər birinizə uğurlar. Bir də ən sonda yəni də dil amili önəmlidir. Məsələn, indi birinci kursda gəldiyidə Almaniyada yaşamaq istəyirsinizsə, mütləq indidən bu gündən dil öyrənməyə başlayın. Bəli. Bir daha təşəkkür edirəm Mayıl. Xoş oldun. Faydalı birinci məsələ vaxtını ayırdın və illərlə yığdığın təcrübəni bizlə bölüşdün. Faydalı olmağa çalışdıq. İnşallah ki, hamıya suallarına cavab verə bildik və mümkün qədər faydalı olduq. Minnətdaram sizə də suallarınıza görə. Çox sağ olun Mayıl. Hər zaman görüşərik. Hələlik. Sağ olun. Hələlik.